Bugünkü sualımız yenə də törəməyə aiddir. Amma biz bunun törəmə ilə olan həllini yox, koşu bərabərliyi ilə olan həllini deyəcəyik. Deməli, bizə funksiya verir 24x böl x kvadrat üstəgəl 16. Bunun ən böyük qiymətini istəyir. Belə sualda ilk olaraq biz törəmə alıb daha sonra proqram nöqtələrindən istifadə edib tapa bilərik. Amma bizim yanaşmamız daha fərqli olacaq. 24x böl x kvadrat üstəgəl 16. Biz bilirik ki, koşu bərabərlisinə görə x kvadrat üstəgəl 16 böyük bərabərdir. 2 vurulsun, kök altda bunların hasili x kvadrat və 16. Buradan açıq 8x. Ümumi 2 olanda 8x edir. Əgər biz ifadənin yerinə ondan daha kiçik ifadə yazsaq, onda və bu ifadə kəsrin məxrəcində olsa, kəsrin qiyməti böyük. Deməli, x kvadrat üstəgəl 16-nın yerinə 8x yazsam, ifadənin qiyməti böyüyür. Yəni, biz buna ən böyük tərəfdən səhət veririk. 24x da 8x-ə bölünəndə 3 qalır. Deməli, bizim ifadəni ala biləcəyi ən böyük qiymət 3-dür. Bu sualda koşu bərabərliyi ilə həmin verilən ifadəyə ən böyük tərəfdən səhət verərək 3 cavabını tapmaq olar.